Bugün danışacağıq random variable'lardan. Random variable anlayışı ümumiyyətlə nə deməkdir? Yəni ixtiyari dəyişən. İxtiyari dəyişən bizim axlımıza gələn, yəni istənilən bir əşyanın dəyişəni ola bilər. Məsəl üçün, söhbət boydan gedir deyək. Boy random bir variable'dır və düzdür, yəni bunun bir ehtimalı var. Məsəl üçün, eventlərdən random variable'lara baxaq ki, yəni event bir hadisədir, düzdür. Məsəl üçün, zərin qəpiyin atılması hadisəsi. Bu qəpiyin atılması hadisəsində head gəlmək ehtimalı nə qədərsə, bu artıq random variable'dır. Çünki məsələn, bunun gəlmək ehtimalı 0,5-dir. Bu dəyişən deyilədir. Çünki bu fair bir coindir, yəni ədalətli bir qəpikdir. Amma sabah bu ədalətli bir qəpik olmasa, məsələn, siz nəsə bir konfigurasiya eləmişsiniz ki, o qəpik məsəl üçün daha çox head gəlsin. Bu zaman headin gəlmək ehtimalı 0,6-dır. Variable'dır və randomdır. Müəyyən nələrdənsə asılı olaraq dəyişir. Düzdür? Okay. İndi number of heads in 10 coin tosses. Məsəl üçün, biz qəpik yatırıq. Burada müəyyən ehtimalları hesablayırıq ki, burada məsələn 10 dəfə head gəlmə ehtimalı, 9 dəfə head gəlmə ehtimalı və yaxud da baxın, burada söhbət nədən gedir? Bunlar müəyyən bizə bir ehtimallar verir. Məsələ burasında ki, məsələn 9 dənə head gəlmə ehtimalında arasında bir dənə tail gələcək. Yəni tail burada da gələ bilər, burada da gələ bilər, burada da, burada da, burada da, burada istənilən ixtiyari bir yerdə gələ bilər və bu müəyyən kombinasiyalar yaradır. Aydındır mı? İndi biz gələk, baxaq, biz qəpiyi atanda və biz bunu tutaq ki, 500 dəfə həmin qəpiyi atsaq, qəpikdə ən çox 5 dəfə tail gəlmə ehtimalı yaranır. Bunu böyük rəqəmlərin gücü kimi adlandıra bilərik. Baxın, belə izah edək də, tutaq ki, siz getdiniz, bu videonu yəqin ki, bir çoxlarınız görmüşsünüz, siz gedirsiniz, bir sorğu keçirirsiniz. Sizin əlinizdə bir dənə banka var, bankanın içində də yumru kəndilər var. Siz soruşursunuz ki, bu bankanın içində nə qədər kəndi var? İnsanlar müəyyən rəqəmlər deyir. Məsələn, burada 500 dənə kəndi var. Biri deyir ki, 275, biri deyir 1000, biri deyir 800, biri deyir nə bilim də. Və siz daha çox sample size artırdıqca, daha çox insana soruşduqca bunu, sizin ortalamanız yaxınlaşır həqiqi dəyərə. Həqiqi dəyərə yaxınlaşır. Məsələn, siz o insanların hamısının sorğusunu toplasaz, cəmini sayına bölsəz, nəticə itibarilə 500-ə yaxın bir rəqəm alacaqsınız. Burada da biz 10 dəfə qəpik atanda, bunun 10 dəfə head gəlmək ehtimalı, məsələn, 500 dəfə atmışam, nə demək? Bu 500 dəfənin hamısında hər atışda, yəni 500 eksperimentdə hər birində 10 atışdan gedir də söhbət. Bunlardan 5000 dəfə qəpik atmalıyıq. 5000 dəfə dalbadan head gəlmə ehtimalı. Yox, nə dedim, arada bir dəfə kəsiləcək. Yaxud da həmişə tail gəlmə ehtimalı. Bu da çox az bir səviyyə. Baxın, 0-a yaxın. Ən çox nə gələ bilər? 4 dəfə head, 6 dəfə tail. 5 dəfə head, 5 dəfə tail. 6 dəfə head, 4 dəfə tail. Yəni, ən çox bu mərkəz ətrafında gələcək də, normal olaraq. Bəs nə üçün random variable'lar istifadə edirik? Random variable'lar sizə icazə verir ki, bütün eksperimenti birbaşa görməyə icazə verir. Bunun üçün də təbii ki, bir riyazi hesablamalar olur. Baxın, məsəl üçün, x nədir? Number of heads. Headlərin gəlmə ehtimalı. Birlərin gəlmə ehtimalı. Xəstə pasientlərin olmaq ehtimalı. Bəs bu necə işarə olunur? Məsəl üçün, px1. Birin gəlmə ehtimalı, yəni headin gəlmə ehtimalı nədir? X-in 1 olma hadisəsinin ehtimalı 0,5. Yaxud da nəsə başqa bir şeylə. Başqa random variable'lar hansıdır? Məsəl üçün, sən növbəti avtobus gələnə qədər gözlədiyin vaxt. Bu dəyişkən bir şeydir də, elə deyək. Məsəl üçün, 5 dəqiqədə gələ bilər, 15 dəqiqədə gələ bilər. Metro zaten hamımız istifadə edirik. Bəllidir ki, məsələn, demirlər 3 dəqiqədə də diapazon. Amma ki, məsələn, olur ki, 2 dəqiqə yarıma gəlir. Elə olur ki, 4 dəqiqəyə gəlir, 5 dəqiqəyə gəlir. Təbii ki, bu dəyişən bir şeydir. Bir gimnastin tullanma məsafəsi. Ola bilər ki, bugün 1 metrə 50 sm tullandı, sabah 3 metrə tullana bilər. Number of defective products in a shipment. Çatdırılmadakı o defektli məhsulların sayı. Bunu biz bilə bilməliyik, bu təbii ki, ixtiyari olaraq dəyişir, qeyri-ixtiyari olaraq dəyişir. Yaxud da noyabr ayında yağışın millimetrlə miqdarı.
Random variable'lar da özlüyündə discrete və kəsilməz, yəni continuous olaraq iki hissəyə ayrılır. Discrete deyiləndə o deməkdir ki, yəni sayıla bilən rəqəmlərlə də, yəni counting numbers istifadə olunur burada. Kəsir olunur. Məsəl üçün, kimsə gedib deyirsiniz ki, məsələn, kiməsə evində, gedirsiniz evlərdən sorğu götürürsünüz. Demirsiniz ki, məsələn, filan evdə 3,5 dənə uşaq var. Mümkünsüz də, yəni bu uşağın yarısı hardadır ya? Okay. Və bir də var continuous random variables. Yəni ki, bunlar kəsr dəyərlər ala bilirlər. Nə deməkdir? Və məsələn, deyirik ki, avtobus gəldi 2 dəqiqə 37 saniyə, elədirmi? Amma əslində 2 dəqiqə 37 saniyə, neçəsə millisaniyə, neçəsə nanosaniyə qədər vaxt keçir. Aydın. Yəni bunun arxasında rəqəm davam edir. Sadəcə biz onu truncate edirik, kəsir ki, biz daha rahat başa düşə bilək. Amma əslində o kəsilməz, yəni onun arxası davam edir. O getsə gedəcək. Random variable və deterministik variable mənasına da baxaq. Baxın, random variable-da bizdə verilən dəyərdən konkret bir fixed outcome var. Məsəl üçün, x-in 2 olduğu halda x kvadratlı funksiyasının konkret bir dəyəri var. Bu dəyişməyəcək, elədir. Amma number of defective items in a shipment bu randomdır. Bax, bir dəfə gəmini göndərdim, elədir. Bunun içində 5 dənə defektiv məhsul çıxdı. Sabahki göndərdiyin gəmidən 7 dənə çıxa bilər. Növbəti gün göndərdiyində heç defektiv məhsul çıxmaya bilər. Düzdür? Yəni, mən bunun nəticəsinin nə olacağından əmin deyiləm. Amma deterministikdə əmin oluram ki, bunun cavabı bu olacaq. Yəni, konkret. İndi, gəlin diskrete paylanmalara, diskrete ehtimal paylanmalarına baxaq. Bu maraqlı bir məsələdir və gəlin bunu daha dərinlə doğru gedək. Məsələn, siz istəyirsiniz ki, qəpiyi atanda gələn halların ehtimallarını hesablayasınız. Biz buna deyirik probability mass function. Mass dediyimiz riyazi mass deyirlər. M-A-S-S, like mass. Kütlə. 3 dəfə qəpiyi atmışıq. Bir hal var ki, orada 3 də head düşüb, fail düşüb. Bir hal var ki, orada 3 də head düşüb. Gəlin bunu belə bir vizualla əsaslandıraq. Bəs bir dənə head gəlmə ehtimalı nə qədərdir? 3 haldadır da, eləmi? Bir dənə tail gəlmə ehtimalı nə qədərdir? O da 3 haldadır. Yəni 3 dəfə qəpiyi atanda 0 gəlmə ehtimalı 1 dəfədir. Bir dənə head gəlməyə şansı 3 dəfədir, 2 dənə head gəlmə şansı da 3 dəfədir, 3 dəfə head gəlmə şansı 1 dəfə. Bütün ehtimallar içərisindən sadəcə birisidir. İndi biz bunu normallaşdırsaq, 0 dənə head gəlmə ehtimalı 8də 1. 3 dənə head gəlmə ehtimalı 8də 1. Yəni, yalnızca head gəlmə ehtimalı ilə heç head gəlməmə ehtimalı bir-birinə bərabərdir. Və bunu gəlib formada qəpiləri göstərib daha normal bir formada vizuallaşdıra bilirik. Bu adlanır probability mass function. Yaxşı, bəs number of heads in 4 twinkles. 4 dəfə qəpiyi atanda nə baş verir? Artıq burada 16 hal var axı. Çünki 2də 1 ehtimalı bir qəpiyin və bu 4 dəfə atılanda 2də 1 üstü 4 dəfə ehtimal yaranır. Yəni 16da 1 dəfə, 16 dənə yəni ehtimal yaranır. Bu 16'lardan da gəlib sayıram da 4 dənə tail düşmə şansı 1 dəfədir. 4 dəfəyə düşmə şansı 1 dəfədir. 1 dəfəyə düşmə ehtimalı buradakılar, bu vizuallar kimidir. 1 dəfə tail düşmə də bu vizuallar kimidir. Amma 2 dəfə düşmə ehtimalı 6 dənədir. Yəni 6 halda 2 dənə head düşəcək. Bax, head belə 1-də 2-də gələ bilər, 1-də 3-də gələ bilər, 1-də 4-də gələ bilər, 2-də 3-də gələ bilər, 2-də 4-də gələ bilər və 3-də 4-də gələ bilər. Aydındır. Yəni zaten 4-də 3-də gəlməklə 3-də 4-də gəlmə ehtimalı eyni şeydir, düzdürmü? Bunların da 5 qəpik artanda nə olur? 5 qəpik olanda 32 ehtimalı yaranır. Başa düşürsünüz? Belə. Və bunlar bu formada hesablanır ki, x3-ün yəni 5 dəfə qəpik atılanda 0 gəlmə ehtimalı 32-də 1-dir. x3 təbii ki, bu 5 dəfə atılmanın funksiyasıdır. 1 dəfə gəlmə ehtimalı 32-də 5-dir, 2 dəfə gəlmə ehtimalı 32-də 10-dur, 3 dəfə 32-də 10-dur, 4 dəfə gəlmə ehtimalı 32-də 5-dir və 5 dəfə gəlmə ehtimalı 32-də 1 olaraq hesablanır. Bu dediyimiz adlanır probability mass function və bu formada Px, x olaraq işarələnir. İndi, burada çox xüsusi bir şeydən danışmır. Sadəcə bunun müəyyən şərtləri var. Baxın,
Burada ehtimallar hər zaman sıfırdan böyük bərabər olmalı. Yəni, mənfi zaten ehtimal ola bilməz və bunların cəmi həmişə biri verməlidir. Niyə görə? Çünki baxın bir dənə, mən qəpiyi atıram, elədimi? Qəpiyi 200'ü var. Bir dəfə qəpiyi atanda bunun heç gəlmə ehtimalı 2-də 1'dir. Heç gəlmə ehtimalı 2-də 1'dir. Burada başqa bir 2-də 1 yoxdur ki, bu 1'i keçsin də. Düzdür. İstər-istəməz ehtimallar 1-də limitlənir. Yaxşı. Burada x-ləri görürsünüz. X-ləri verir bizim üçün. X-ə aparıb qoyuruq yerinə. Deyirik ki, məsələn, 5 dəfə qəpiy atılanda 0 dəfə gəlmə ehtimalı, 1 dəfə gəlmə ehtimalı. Hamısını toplayırıq və hamısını həll edirik və hamısının ehtimallarını alırıq. Sonda toplayanda görürük ki, həqiqətən 1-dir. Hətta yoxlaya bilərsiniz. Bu hissə 16 eləyir, bu hissə 16 eləyir. Eləyir 32-də 32, yəni 1. İndi they all represent number of heads in experiments. The way the probability distribution and the possible outcomes seem to have similar pattern. Yəni görünür ki, bunların ortaq bir xüsusiyyət var. Çünki baxın necə belə paylanır da hamısı eləmi? Bu adlanır binomial distribution. Yəni binomial paylanma. Yəni ki, məktəbdə sizdə keçirilib ki, Newton binomu. Xatırlayırsınız onu? Newton binom. İntegralda değildi məncə, tam yadında deyil. Elə ehtimallar bölməsində var idi. Binomial paylanma nə üçün istifadə olunur? Müəyyən bir hadisənin müəyyən bir qədər baş vermək ehtimalını tapmaqdan ötəri istifadə olunur. Məsələn, deyirəm ki, mən qəpiyi atıram. Bu qəpiyi 5 dəfə atıram. 3 dəfə heç gəlmə ehtimalı nədir? Bax, 3 dəfə heç 1-2-3-də gələ bilər. 1-2-4-də gələ bilər, 1-2-5-də gələ bilər. 1-3-4-də gələ bilər, 1-3-5-də gələ bilər. 1-4-5-də gələ bilər. Sonra, nəsə də option, bu 10 dənə halda bu formada gələ bilər. 10 halda. Yaxşı. İndi bunun riyazi hesablamasına baxacaq. Baxın, bu kombinatorikadır. 5 faktorial bölü 2 faktorial olaraq 3 faktorial. Verir bizə 10. 10 dənə belə hal var ki, yəni qəpik 3 dəfə hed gəlmə ehtimalı. Yaxşı, bəs hedin özünün gəlmə ehtimalı nə qədərdir? Hedlərin gəlmə ehtimalı, teylərin gəlmə ehtimalı. 2 dəfə istəmişik, nədir? Bu adlanır binomial əmsal. Yəni, 2-dən 5-i almaq. 5 dəyərdən 2 dəfə düşmə hallarını hesablamaqdan ötəri istifadə olunur və bütün kombinasiyaları yoxlayır. İndi yoldaşlar, biz aldığımız o kombinatorikanda gəlirik P üstü X, yəni ki, head olmaq ehtimalı və neçə dəfə istəyirəm head olsun. P head olmağın ehtimalı üstü də neçə dəfə olması. Məsələn, head olmaq ehtimalı normalda nədir? Fail bir qəpikdə. 2-də 1 də elədir və mən 2 dəfə düşsün istəyirəmsə, üstü 2. 2-də 1 üstü 2, 4-də 1. Tail olmaq ehtimalı da, head olmama ehtimalıdır da, düzdür. Onda 1 çıxaq 2-də 1, 2-də 1 və 5 dəfə atmışamsa, 5-in 2-ni çıxacam, 2-də 1 üstü 3. Nə elədik? O da 8-də 1. 4-də 1 vuraq 8-də 1, 32-də 1, 10 da buradan almışdım. 32-də 10. Demək, 32-də 10 ehtimal var ki, mənim atdığım 5 dəfə qəpiy atanda bundan ikisi nə gələcək? Head gələcək. Okey, bəs 3 dəfə atanda nə olar? Yəni, yenə o silahını deyil, bəli. Çünki baxın bir dənə bura. Bunlar zaten bir-birinə bərabərdir 5 atışda. Okey, bu gördüyümüz kimi. Bu hissəni izah eləmirəm, eyni mən dediyimi deyir zaten. Gəlir hesablayır və alır ki, bu formada bizdə ehtimalla nəticələr qayıdır. Və P-nin 0,5 olması o demək ki, bu simmetrikdir. Və 2-də 1 olanda elə birbaşa gedib 2-də 1-in üzərində neçə dəfə atacaqsınızsa onu qoya bilərsiniz. Yəni fərqi çünki 2-də 1 üstü 2, vuraq 2-də 1 üstü 3, elə 2-də 1 üstü 5 deməkdir də. Yəni elə 2-də 1 üstü 5-i bir dəfəlik yaza bilərsiniz. Binomial paylanmada ola bilər ki, bu fair coin ilə elədir. Amma elə bir hal var ki,
O coin fair değil. Mesela hit gelme ihtimali 0,3. Siz ne sonra bir enderabal bir iş görmüşsünüz. Hit gelme ihtimali nedir? 0,3. Bu zaman yeniden hesablayırıq. Bax, mən neçə dəfə düşsün istəyirəm? Bir dəfə düşsün istəyirəmsə, ehtimalı ən çox. 2 dəfə istəyirəmsə, 5 dəfə istəyirəmsə, ehtimal deyilmə olar yoxdur. Çünki zaten bunun gəlmə ehtimalı 0,3. Dedim gəlmə ehtimalı. Və binomial distribution'ı salaq. Buyurun. Necəsiz? Sağ olun. Yaxşı. Baxın indi. Binomial distribution'da biz gedirik. 0-dan 5-ə qədər, yəni gəlmək hamısının ehtimalını hesablayırıq və nəticədə baxırıq ki, məsələn, belə olan halda əgər bir pair coin deyilsə, məsələn, gəlmə ehtimalı nə qədərdir? Gəlin bunu exit eləməyə çalışaq. Baxın, məsəl üçün, sizin head gəlmə ehtimalınız deyirsiniz ki, 0,25-dir elə. Və siz n trials, yəni trial sayı olsun. Mən istəyirəm ki, neçə dəfə atacam? 10 dəfə atacam da, elədir. 10 dəfə atanda, əgər. Və 10 dəfə atandan neçə dəfəsi düşdün? Poz yazacam, yəni pozitiv məsələn. Heç ehtiyac yoxdur, düşməyin. Gəlib deyirəm ki, binomial distribution. Bax, Siz nəsə number... yazırsınız hal-hazırda? Bəli. Nəsə yazırsınız hal-hazırda? Hə. Ekranda görsənmir o. Hələ ki, Okay, slaytda qal. Bir dəqiqə. Number. Bak. Screen. Görünür indi. Qoy belə eləyəm. Screendə problem yaranacaq 100%. Okay. Gəlin belə eləyək də. Biz bunun hamısını görmək istəyirik də, düzdürmü? Hamısını görmək istəyiriksə, buradan 0 deyək, 1 deyək, 2 deyək və bunu çəkək 10-a kimi. Hə. İndi yoldaşlar, mən gəlib hesablayıram. Deyirəm ki, binomial distribution'da number s, yəni ki, neçə dəfə ehtimal. Düzdür, number s. Number s n'dir. Trial 10'dur. Bizi deyək. Number s budur. Trial neçə dəfə atılacaq odur. Probability s, yəni ehtimalıdır. Bir də kumulativ olub olmamağını istəyirəmsə 0,1 verəcəm buna. Nə başlayalım? Olsun, yaxşı olsun. İyi gözləyim. Error verir. Biz burada nəyəsə yerini səhv salmışıq. Number s. F2 yox. Olacaq. Onda bu. Probability s düzdür, D2'dir. Onda bu D2'dirsə bu da olacaq. Bu da yəni. 2 dəqiqə. D2 yox. Price olaraq 0 seçəcəyik. Bir dəqiqə gözləyin. Binom list, Excel. Bizə nümunə göstərəsin. The number of success in trials. Aha. Number of independent trials. Success. Okay, bu düzdür. Yaxşı, bəs niyə səhv verir? Düz yazmışdıq da o zaman. Birinci olmalıydı bu, sonra olmalıydı bütün halların sayı. Yəni ki, numbers olmalıdır bu. Trial olmalıdır n. Düzdür. Bu ise 0'dan %25. Yaxşı, gəlin bunu heç nazından oynamayacağım. Elə bunu birbaşa əllə hesablayacağım. Problemi yox. Gəlin belə bir şey deyək də. Deyək ki, bizə nə lazımdır? Combination. Mən neçə istəyirəm? 10 əsasdan 0 istəyirəm də, düzdür. Bunun kombinasiyasını tapsın.
1. Və gəlin bunu aşağıya doğru gidin. Hə. Bunu F2'ni burada saxlayaq və aşağıdakıları silək. Bu niyə belə işləyir? Necə? Ben nəyi saxlamalıyım? D4'ü dəyişir artıq. Hə, D-ni saxlamalıyım. Yaxşı, bir dəqiqə gözləyim. Combine number, yəni number 10'dur, düzdür mü? F4 virgül 10 əsasdan bu dəyişəcək. Aha. Bu oldu bizim kombinatorikalarımız, düzdür? Sonra gəlib neylə? Deyirəm ki, gəlmə ehtimalı 0,25'dir. Doğrudurmu? İndi mən nə edəcəm? Gələcəm deyəcəm ki, bərabərdir 0,5'i mən gələcəm qüvvətə yüksəldəcəm. Nə ilə? Bunun sayıyla və burada gəlin biraz da düzəldim. Bunu da vuracam. Bir çıxaq 0,25 çıxdım. Bunu nəyə qüvvətə yüksəldəcəm? Bunu qüvvətə yüksəldirəm. 4 hərizədə. Opşi say. Çıxaq nə? Bu. Düzdür. Bunu da alaq. Bir dənə prosta F2'ləri mən saxlayayım. Çünki bizə F2 yox. F2 dəyişəcək. D2 və D3 lazımdır. D2 və D3. Okey, mən yenə necə? Qalsın da. Hesablamalı da value deyil. Gözləyim bir dənə. Demir belə. Gəlin bunu hissə yazaq. Yazaq burada. Bərabərdir buna. Bayaqdan bu nöqtəyə görə işləmir. Virgül qoymaq lazımdır bura. Mən elə bayaqdan da işləyərdim. Mən deyirəm niyə işləmir. İndi biz bundan eləyəndə görürük ki, baxın. Əgər bunun heç gəlmə ehtimalı 4/1'dirsə. Birinci halda gəlmə ehtimalı 0,5'dir. İkinci halda 100/1. Üçüncü halda 1000/6. 3 dəfə gəlmə ehtimalı 1000/2'dir. 4 dəfə gəlmə ehtimalı 10.000/6. Çünki niyə? Zaten hedin gəlmə ehtimalı 0,25'dir. Və mən bunu 10 dəfə atıb istəyirəm ki, 10 dəfə gəlsin. O absurd bir şeydir, yəni. 10 atışda onunda da gəlməyəcək. Yəni, konkret gəlməyəcək. Çox nadir bir hal ola bilər ki, o gəlsin. Amma baxın, mən məsəl üçün bunu biraz artırsam nə olacaq? Görüşürük, dəyərlər, bu çox kiçik bir dəyər idi, artmağa başladı. Məsələn, gəlin bunu 0,5 eləyək. Nə oldu? Demək olar ki, hamısının gəlmə ehtimalı eyni formadadır. Bəs 7 olsa nə olardı? Heç gəlmə ehtimalı. Artıq 100% əminik ki, bir dəfə düşəcək. 2 dəfə düşmə ehtimalı da çoxdur. 3 dəfə düşmə ehtimalı daha çoxdur. 2 dəfə düşmə ehtimalı biraz digərindən daha çoxdur. 3 dəfə düşmə ehtimalı lap çoxdur. 4 dəfə düşmə ehtimalı haradasa azdır. 5 dəfə düşmə ehtimalı daha azdır və bu ona doğru getdikcə azalır. Çünki belə olur da adətən. Bu vizual olaraq, qoyacam mən bura bir dənə drawing çəkə bilirəm. Adətən ən azından fikirləşir ki, bunun yarısına qədər gələcək. Bax, belə bir şey olur burada. Bura deyək 10. Bura deyək 0. Burada olsun 7. Yəni, bu 7'nin yarısına qədər adətən artır. 7'nin yarısına çatanda aşağıya doğru düşməyə başlayır. Qoyun da bunu bir dəfə də digərindən yazardıq. Binomlarla. Tak. Nə lazımdır elə belə. Draw yığışdıraq. 10. Deyirik ki, binomial distribution number S bu sabitdir. Trials buradadır. Probability S sabitdir və os deyirik. Yenə nam qaytardı.
Back value deyiləm, indi nam qaytar. Yaxşı, gəlin görək bir dənə. F2 ilə F2-ni buradan götürsəm, bura qoysam. Okey. Gördüyünüz kimi həmin dəyəri aldıq. Eyni şeyi bizim üçün bu funksiyaya yerinə yetirdi. Aydındır? Əla. Gəlin biz burada demonstrasiyanı dayandıraq, davam edək yenidən slaydla. Hə. N və P binomialın parametrləri adlanır. N neçə ümumi ehtimal var, yəni neçə dəfə atılacaq bu qəpik. P isə bizim neçə dəfə çıxmasını istədiyimiz haldır. Və formulası da X isə neçə dəfə çıxmasını istədiyimizdir. Formulası X əsasdan N, P üst X, yəni olma ehtimalının neçə dəfə olmasını istəyirəmsə o qədər qüvvəti, vurulsun olmaması ehtimalının yerdə qalan say qədər qüvvəti. Və gəlib binomial distributiona indi artıq gəlin buna bir zər üzərindən baxaq. Zərdə təbii ki, gəlmək ehtimalı ədalətli bir zər olsun deyək. Fərq yoxdur necə bir zərdir. Siz bu zəri 5 dəfə atırsınız. 3 dəfə dalbadal 1 almaq ehtimalınızı necə hesablayarsınız? Aha. 3 Aha. olsun 6 üstü 2. Ay, sağ ol. Əla. Düppədir. Yəni ki, bax, mən 5 dəfədən 3-ünün bir düşməyini istəyirəm. Bu hansı hallarda ola bilər? Neçə dəfə ola bilər kombinatorikada? Onu qoydum qırağa bir vuruq kimi. Gəlirəm, vururam olması ehtimalına. Olması ehtimalı nədir? 6-da 1 və neçə dəfə olsun istəyirəm? 3 dəfə. Bəs olmaması ehtimalı nə qədərdir? 6-da 5 üstü opsi sayı, yəni 5 çıxaq 2. 3, pardon. 2 dəfə, yəni 6-da 5-in də üstündə 2. Bunların da hamısını vururuq, sonunda görək cavabı bizim üçün hesablayıb. 0,16. 5 dəfə, 3 dəfə gəlmə ehtimalı. 5 dəfə gəlmə ehtimalı isə demək olar ki, yoxdur. Hətta 4-ün belə gəlmə ehtimalı demək olar ki, yoxa bərabərdir. Amma 0-la bir dəfə gəlmə ehtimalı təbii ki, yüksəkdir. Çünki zaten özünün ehtimalı aşağıdır. Özünün gəlmə ehtimalı aşağıdır. Dolayısıyla biz onu dəfələrlə atdıqca onun hər dəfədə gəlməsi burada bir belə deyim də qeyri-dürüstlük demək. Yəni orada nəsə bir unfairness var mütləq. I want to record the number of times one obtained the number one. Okay, bu heç bizə lazım deyil. Okay. Binomial əmsalından da zaten danışdıq. Ona görə bunun üzərindən keçirəm. Bu isə qərəzli qəpiklərdir. Dediyimiz kimi. Məsələn, ola bilər ki, 0,3 ehtimaldır. 0,3 ehtimaldan mən istəmişəm ki, 5 dəfə atıb 3-ündə də head gəlsin. Bunun gəlmə ehtimalı təbii ki, çox kiçik. Sonra biased coins gəldik Bernoulli paylanmasına. Bernoulli paylanması binomial paylanmanın başqa növüdür. Məsəl üçün, bizdə ola bilər ki, success yaxud da failure olsun. Adətən Bernoulli 2 dənə dəyişən əsasən olur. Success failure, yəni olması ehtimalı, olmaması ehtimalı. Yaxşı, bu hamısını hesab edir. Amma indi olması, olmaması ehtimalı. Elə bu, hə. Okey. Yəni, məsələn, bayaq nə elədik? Getdik, bir dəfə düşməyinə görə, 2 dəfə düşməyinə görə, 3 dəfə düşməyinə görə yoxladıq, düzdürmü? Bernoulli dediyi ki, düşmə ehtimalı və düşməmə ehtimalı. Bu qədər sadəcə. Sadəcə, binomialın xüsusi bir halıdır. Və gələk probability distribution-sa, bu səfər continuous variablelar üçün. Continuous nə dedik? Dedik ki, məsəl üçün, saatdır da eləmə. Saat heç vaxt dayanmır axı. Saat məsəl üçün, sonunda çoxlu, nöqtədən sonra çoxlu rəqəmlər var. Məsələn, insanın boyu da elədir. Tutaq ki, sizin boyunuz 1.70-dir deyirsiniz, amma 1.70 deyil. 1.70 nəsə bir rəqəmdir. Sən 2 dənə 1.70 boyunda insan hiss edirsən ki, biri digərindən biraz hündürdür. Əslində, niyə orada o kiçik, çox kiçik, artıq metrlərin ölçə bilmədiyi rəqəmlər var. İndi, gəl, varsayaq ki, biz bir şirkətdə işləyirik və bizə
şirkətdə işləmirik. Bir şirkətə zənglər gəlir və bu zənglərin ortalama uzunluğu 1 dəqiqə, 2 dəqiqə və 3 dəqiqə təbii ki, təşkil edir. Amma heç elə bir zəng yoxdurmu ki, bu zəngin uzunluğu 1 dəqiqə, 1 saniyə təşkil etsin? Var da, təbii ki. O zaman yoldaşlar, biz bunu gəlib bu formada verməliyik elə. İndi bəs 1,1-dir də. Bəlkə kiminsə zəngi 1,1-dir. Bəlkə kiminsə zəngi 1,1-dir. Onda mən elə bunları bura əlavə eləyə gedəcəm. 2,43 məsəl. Mən onları ora əlavə eləyə bilərəm. Onda gör hara qədər çıxar. Yəni o mümkün olmadığından probability mass functionu biz burada işlədə bilmirik. Biz işlədirik probability density function. Bu olmaz. Bu olmaz. İndi from discrete to continuous distribution. Biz bu zaman nə edirik? 0 ilə 1 dəqiqə arasındakı dəyişənlər. 1 ilə 2 dəqiqə arasındakı dəyişənlər. Bax, buna görə histogram həmişə deyirəm ki, ən yaxşı vizuallaşdırma vasitələrindən biri. 1 ilə 2 dəqiqə arasındakı dəyişənlər. 2 ilə 3 dəqiqə arasında zənglər. 3 ilə 4 dəqiqə arasında və 4 ilə 5 dəqiqə arasında. Baxdığımız kimi ən çox 1 ilə 2 dəqiqə arasında olub bu zənglər. Və biz bunu gəlib daha aydın görməkdən ötürü sadəcə biraz sıxlaşdıraraq bini, bu çox da vacib bir şey deyil. Və istədiyimiz kimi binlərin sayını artıra bilərik. Məsələn, 5 0 ilə 1 deyildi. Mən binin sayını artırdım 0,5 ilə 1 arasında baxın. Təbii ki. Və yoldaşlar, biz bunu artırdıqca bu belə bir forma alır. Yəni biz bunu artıq belə deyək də binlərin sayını çox artırsaq, istər-istəməz daha hamar bir körv alınacaq orada. Əyri alınacaq. İndi mən istəyirəm ki 3 dəqiqə ilə 2 dəqiqə, probability density functionu zaten danışacaq bundan. Gəlin elə burada danışım heç olmaz, aşağıda da görəcəyik. Bax, bura 3 dəqiqədir. Bura isə 2 dəqiqədir. Mən 3 dəqiqə ilə 2 dəqiqə arasındakıların ehtimalını tapmaq istəyirəm. Elə deyil. 3 dəqiqəyə qədər olanların hamısının ehtimalı, sağ 2 dəqiqə qədər olanların hamısının ehtimalı. Ortada üst-üstə düşməyən hissə 2 ilə 3 arasında qalan hissədir. İndi bir dənə belə bir şey deyim. Siz deyə bilərsiniz ki, yaxşı, bu ehtimal bizim işimizə, nə işimizə yarayır? Zaten siz NLP-yə gəlirsiniz, siz bilirsiniz, çox güman ki, gəlirsiniz. Okey. Məsələn, ChatGPT növbəti sözü necə təxmin edir? Aysə. Aysa. Yəni ki, bu sözdən sonra, salamdan sonra necəsən sözünün gəlməsi ehtimalı nə qədərdir ki, mən onu ora qoya bilim. Yəni ehtimal bizim bu işimizə yarayır. Təbii ki, bu qədər sadə bir versiyada olmur. Daha ağır bir hesablaması var. Amma nəticə itibarilə necə deyək? Bizə burada ehtimal lazımdır. Və siz bu sadə ehtimal bilmədən ehtimal biraz öyrənmək olmur. Okey. Gələk görək. Probability density function. Dediyim kimi 2 dəqiqə ilə 3 dəqiqə arasında bu hissədir də, yəni ərazisi bu hissədir. Bu option ehtimal bu qədərdirsə ki, normalda ehtimal 1 bütöyə bərabər deyil, 1-ə tama bərabər deyilmi? Onun kiçik bir hissəsi mən gedib onun içindən götürə bilərəm. Və görürəm ki, burada 2 ilə 3 dəqiqə arasında götürmə ehtimalı uniform distribution olduğundan 5-də 1-dir. Bəs 2 ilə 2,5 arasında yenə bu səfər 10-da 1-dir də. Çünki yarım böldüm axı. Aldım 10-da 1. Gəlin görək. 1 dəqiqə ilə 2 dəqiqə arasındakı ehtimal. O zaman mən bunu hesablayanda nə edəcəm? Gələcəm, bütün ehtimallardan sadəcə bu ehtimalların sayını götürəcəm. İndi burada rəqəm versəydi, rəqəmlə biz göstərə bilərdik. Çox ki, rəqəm verməyib. 1 dəqiqə ilə 1 dəqiqə 30 saniyə arasında da yenə eyni şey. Fərq etməz. Bəs 2 dəqiqə ilə 3 dəqiqə arasında həmin söhbətdir ki, gələcək bu shaded area-nı, yəni qaralanmış sahəni götürərik. 1 dəqiqə ilə 2 dəqiqə arasında həmin ərazinin ölçüsünə bərabərdir. Çünki bunun ölçüsü 1-dir. Ərazisi 1-dir. O 1-in hansı hissəsini təşkil edirsə, o da onun ehtimalıdır. Bəs mənə deyin görüm, sizin konkret 2 dəqiqə gözdən gedəndə 2 dəqiqə momentlə gözləməyiniz nə qədərdir? Bunun ehtimalı yoxdur demək olar. Çünki siz 2 dəqiqə gözləmirsiniz. 2 dəqiqə .0,001 saniyə gözləyirsiniz, məsələn.
Ya bunun gəlmə ehtimalı o qədər kiçikdir ki, bu hətta sıfıra yaxındır. Ona görə deyirik ki, sıfır. Bu belə. Probability density function-da həmişə sıfırdan yuxarı olur. Bütün rəqəmlər üçün yəni okeydir və o xəttin altında qalan ərazi həmişə 1-ə bərabər. Yəni bu sahəsi, funksiyanın sahəsi 1-ə bərabərdir. Only defined for continuous variables. Yəni təkcə kəsilməz dəyərlər üçün təyin olunmuş. İndi discrete ilə continuous dəyərlər arasında bir dəfə də bir distinguish edək ki, hansı idi. Dedik ki, discrete dəyərlər sayla. Məsələn, sən demirsən ki, mən bugün yolda 12,7 dənə adam gördüm. Deyə bilmirsən. Amma deyə bilirsən ki, bu məsəl üçün çəkilmiş pomidor 1 kilo 750 qram, 753 qram. Nöqtədən sonra davam edən rəqəmlər o continuity söhbət ondan gedir ki, yəni bu kəsilmir də, bunun elə ardı var. Məsələn, yenə deyirəm, biz onu daha rahat görək deyə. Məsələn, bilməm, kod yazanda fikir vermişsə, nöqtə F yazırıq, məsələn, nöqtə 4F, nöqtə 2F. Bu nə demək? Nöqtədən sonra bu qədər rəqəm yazsın. Yəni, biz onu sadəcə kəsirik, amma o elə o formada deyil. Sonra, cumulative distribution function. Cumulative distribution function. Bax, bu ümumiyyətlə interpretation suallardır. PMF, PDF, CDF. PMF nə oldu? Probability mass function. Bu nə idi? Discrete dəyərlər üçün idi. Kəsilməz dəyərlər üçün probability density function olur. Çünki zaten onu necə hesablayırıq? Ərazisini hesablayırıq, sıxlığını hesablayırıq. Ona görə densitydir. Bir də cumulative distribution function. Cumulative distribution function isə odur ki, məsələn, bizdə 1 dəqiqəyə qədər cavab vermək ehtimalı var. 2 dəqiqəyə qədər cavab vermək, 5 dəqiqəyə qədər müəyyən ehtimallar var. Hər dəfə gəlirəm, məsələn, 1-i gəldim, qoydum. 2-yə gələndə 1 ilə 2-ni toplayıram. Bu o demək ki, 2 dəqiqəyə qədər olması ehtimalı nə qədərdir? 1 ilə 2 dəqiqənin toplamı ilə, baxın, 1 ilə 2 dəqiqənin toplamı. 3 dəqiqəyə qədər olması ehtimalı nədir? 1 ilə 2 ilə 3-ün toplamı. Çünki 1 dəqiqəyə qədər cavab verə bilər. 1 dəqiqə ilə 2 dəqiqə arasında cavab verə bilər. 2 dəqiqə ilə 3 dəqiqə arasında cavab verə bilər sənə, düzdürmü? Bəs 3 dəqiqəyə qədər cavab vermə ehtimalı nə qədərdir? Artıq bu üçünün toplamı. Gəlin, yarımsan. Okay. Və eyni formada 4 dəqiqəyə qədər də 4-ü toplayacağıq, 5 dəqiqəyə qədər də 5-i toplayacağıq. Bu belə bir artan formada həmişə görünür. Bəzən təbii ki, stabil də qala bilər. Və unutmayın, bunun başlanğıcı həmişə 0-dır, bitiş nöqtəsi də 1-dir. Çünki zaten ehtimalların cəmi 1-i keçə bilməz deyə bu həmişə 1-də dayanacaq. Yaxşı. Belə. Və deyirik ki, less than or equal to 2 minutes 2 dəqiqə və yaxud da 2 dəqiqədən az olmaq ehtimalı nə qədərdir? Mən gəlmişəm burada belə bir funksiya çəkmişəm baxaq. Bunun y qoxu ilə kəsişməsi mənə zaten ehtimalı verir ki, bu və bundan aşağı ehtimalı nə qədərdir? Bəs bu və bundan yuxarı ehtimalı nə qədərdir? Bir çıxar, ay çıxar. Bəli, bəli. Bax, elə bu sizin dediyiniz integral söhbətidir. Burada isə mən onu kumulyativ formada vermişəm artıq. Zaten məntiqlə də, yəni bu ərazinin ölçüsünü gəlir burada göstərir də. Okay. Deyək ki, bütün real rəqəmlər üçün təyin olunur. Bu px, x, yəni bu x-in yerinə istənilən bir rəqəm qoya bilərsiniz. Və CDF göstərir ki, nə qədər ehtimal var ki, bu üst-üstə gələndə həmin dəyər olmasın. Belə. Biraz aşağıya gələk. PDF-in ərazisi həmişə 1-dir və həmişə pozitivdir. CDF isə probability density function təbii ki, həmişə pozitivdir, həmişə ortopam ərazisi 1 olacaq. CDF isə sol bitiş nöqtəsi 0-dır, sağ bitiş nöqtəsinin dəyəri həmişə 1-dir. Endpoints can be infinity, yəni bu sağda solda sonsuza qədər gedə bilər, amma y qoxunda 1 ilə 0 arasında olacaq da bu həmişə. Və həmişə pozitivliyi həm də hər zaman artandır. Çünki üst-üstə gəlir. Və ehtimallar negativ olmadığından azalmayacaq. O həmişə artacaq. Danışaq uniform distributiondan. Məsəl üçün, siz bir şirkətə zəng edirsiniz və deyir ki, onlar sizə 0-dan 15 dəqiqə arasında cavab verə bilərlər və əgər ki, heç cavab verməsələr, xətt qırılır. İndi, deyirsiniz 200 dəfə zəng eləmişsiniz onlara və ölçmüsünüz ki,
Görək bunlar nə qədər halla bizə cavab verirlər. Gəlib baxıram ki, bax belə bir data paylanması yaranır və mən onu vizuallaşdıranda uniform formada görürəm ki, bu paylanır. Uniform paylanmada o deməkdir ki, bunların hamısının gəlmək ehtimalı demək olar ki, eynidir. Düzdür, indi deyə bilərsiniz ki, bəs bunun gəlmə ehtimalı biraz çoxdur axı. Amma baxın, məsəl üçün, bu vizual sizə çaşdırmaz. Burada 0-dan %10'dir, burada 0-dan %11'dir. 0-dan %7'nin 0-dan %11 arasında yox, 0-dan %7 ilə 0-dan %11 arasında 0-dan %4 qədər fərq. Yəni çox da böyük bir fərq deyil. Mən gəlirəm. Bunlar arasında bir dənə düz xətt çəksəm, yəni demək olar ki, bunlar ortalama olaraq 6 dəqiqəyə mənə cavab verir. Və baxıram ki, həmin vizualıma bu bizə normal paylanmanın görünüşünü qaytarır. Yadınızdadsa, əgər biz normal paylanma vizualları sizə göstərəndə dərs boyunca yaxud onları vizuallaşdıranda bu formada vizual alırdıq. Və bu belə. Və bunların da A ilə B-nin toplamı bizə 1-i verir. Yəni A-dan B-yə qədər olan ehtimalların toplamı 1-i verir. Çünki zaten ehtimal həmişə saya bölünmüşdür deyə. Bəs 36 dənə hal varsa, siz bundan baxırsınızsa ki, məsələn 5 dəfə gəlib, 7 dəfə gəlib, hamısı toplamda axı 36-nı verirsiniz. Mən bütün saya bölürəm baxın. Bu normallaşdırmada 0 ilə 1 arasına sıxmadır, standartlaşdırmadır. Uniform distribution, probability density function. Belə, üzərindən çox getməyəcəm. Yenə cumulative density function. Bu cumulative density function yoldaşlar. Dümdüz bir formada artır. Niyə görə? Çünki bax, bunun gəlmə ehtimalı 0,5 deyilmi? O birisinin də gəlmə ehtimalı 0,5-dir. O birisinin də gəlmə ehtimalı 0,5-dir. Yəni bu 0,5-dən hər dəfə artdıqca, elə bir y bərabərdir 0,5x kimi fikirləşin də. Nə baş verir? Dümdüz bir xətt və pozitiv olduğuna görə bucağı da iti bucaqdır. Amma yenə sonunda 1-də kəsilir. Artıq 1-də dümdüz bir xətt halını alır. Density funksionu bu formadadır. Cumulative funksionu bu formadadır. İndi, məsələn, deyirəm ki, bura nədir? 0,5-dən kiçik olmaq ehtimalı nə qədərdir? Deyirsiniz ki, 0,4 faiz edir. 0,4 ehtimalına, yəni 40% ehtimalına bu 0,5-dən kiçik bir dəyərdir. Aydındır? Belə. Və baxın, 0 olmaq ehtimalı 0-dan kiçikdir. 0-dan kiçik. 0 ilə 1 arasında gəlmə ehtimalı x çıxaq 0 bölək 1-dir. Yəni toplam onun özünün ölçüsüdür. Yəni option ola bilər, 1 ola bilər də, yenə normallaşdırırıq. Və 1-dən böyük olmaq ehtimalı da nədir? Sadəcə 1 dəfə ola bilər. 1 və 1-dən böyük ehtimal olması sadəcə 1 olduğu halda ola bilər də, düzdür? Belə. Okey. Belə. Nə qədər də danışıram. Məncə bugünlük bu qədər kifayət. Normal distributiondan da danışaq, sonra yekunlaşdıraq. Normal distributiondan da danışaq, yekunlaşdıraq. Yoldaşlar, normal paylanma ümumiyyətlə data science-də, machine learning-də, data analytics-də ən vacib və ən çox istifadə olunan distributionlardan biridir. Əgər data uniform paylanırsa, o bizə çox da bir faydalı bir data deyil. Çünki demək olar ehtimalları eynidir və mən onu nə işlədəcəm ki, düzdür. Amma belə bir hal var da yenə ola bilir. Amma ki, normal distribution yoldaşlar, böyük populationlarda adətən biz olan paylanmasına baxsaq, görürük ki, normal paylanmaya yaxın paylanmalar olur. Mən daha əvvəldə normal paylanmadan slaydlarda danışmışdım. Məsəl üçün, bax, biz 3 dəfə qəp yatmışıq və burada heç gəlmə ehtimalı 2-də 1-dir, elədir. 0 dəfə heç gəlmə ehtimalı, 1 dəfə heç gəlmə ehtimalı və 2 dəfə heç gəlmə ehtimalı bu qədərdir. Düzdür? 3 deyəndə ki, yəni 2 atışda. 2 atışda 1 dəfə heç gəlmə ehtimalı 0,5-dir. Heç gəlməmə ehtimalı 0,25-dir. 2 dəfə heç gəlmə ehtimalı 0,23-dir. 4də 1 ehtimal var da, düzdür? Bu bizə normal paylanmanı verir. Bax, biz bunun vizualına baxa bilərik ki, normal paylanmanı verir. Bu başqa adla adlanır bell-shaped data yaxud da Gaussian data. Bunun bir ortalama dəyəri olur, hansı ki, mülə işarə olunur. Bir də standart deviation olur. Bu da adlanır kurtozis. Gəlin görək indi. Burada standart deviation 3-dür, ortalaması 1-dir. Belə. Yəni paylanması
daha genişdir. Standart deviation azaldıqca, axı aralıq azalır. Dolayısıyla ortadakı datalar daha dikəlir. Yaxşı. Yəni kurtosis azaldıqca nə baş verir? O normal paylanma daha yuxarıya doğru qalxır. Belə. Və bunun ərazisi yenə toplamda bizə nəyi verəcək? 1-i verəcək. Probability density functionu bizə 1-i qaytaracaq maksimum olaraq. Ortalaması mu ilə işarə olunur mindir, standart yayılması sigmoiddir. Belə. Və necə? Range all numbers symmetrical. Okay. Standart yayılma onun paylanmasıdır. Yəni necə paylanıb. Mu isə ortalamasıdır. Bir də bu ola bilər ki, yoldaşlar, skewed olsun. Yəni ki, sağa yaxud sola belə uzansın. Right skewed data, yəni sola daha sıx sıxılıb, left skeweddə sağa daha çox sıxılıb. Bax belə. Standardization Z-skordan danışmışdıq, bunu izah eləmişdik. Ortalamasını çıxıb standart yayılmaya bölürük. Beləcə datanı standartlaşdırırdıq. Nəfsini elədiyimizdə demişdik. Və cumulative density funksionu bu formada görsənəcək. Cumulative density funksionu necə görsənəcək? Bunu siz özünüz çəkərsiniz. Məncə çox da çətin olmayacaq zaten, bəllidir. Computing, okay, bu heç belə. Bu günlük bu qədər kifayətdir. Sualı olan var mı?